Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə DİM test topusundan sinir sistemi mövzusunun izahına baxacağıq. Başlayaq birinci sualdan. Baş beyindən neçə cüt sinir çıxır? Əzbər bilməliyik. Baş beyindən 12 cüt, onurğa beynindən 31 cüt, cəmi 43 cüt sinir mərkəzi sinir sistemindən çıxır. Baş beyin dedikdə götürəcəyik 12 cüt. Aşağıda verilənlərdən hansını baş beyinə aid etmək olmaz? Onurğa beyni olacaq cavab. Çünki onurğa beyni baş beynin bir şöbəsi deyil. Onurğa beyni onurğa kanalı boşluğunda, baş beyin isə kəllə boşluğunda yerləşir. Baş beynin şöbələrinə uzun sol beyin, varol körpüsü, beyincik, orta ara və beyin yarımkürələri, böyük yarımkürələr aiddir. Mərkəzi sinir sistemində boz maddənin yaranmasında sinir toxumasının hansı hissələri iştirak edir? Biz dedik ki, burada boz maddə var, ağ maddə var. Ağ maddəni yaradan neyronların aksonlarıdır. Çünki onlar miyelin qişası ilə örtülüblər və ağ maddəni əmələ gətirirlər. İndi burada deyəcəksiniz neyronlar cismi və qısa çıxıntıları. 5-ə baxırıq. İnsan orqanizmində neçə növ sinir var? 3 növ sinir var. Hissi sinir, hərəki sinir və qarışıq sinir. Hissi sinir, hissi neyronun uzun çıxıntısı, hərəki sinir, hərəki neyronun uzun çıxıntısı, qarışıq sinir isə hər iki neyronun uzun çıxıntısından təşkil olunmuşdur. 3 növ sinir var, amma yaranmasında 2 neyron iştirak edir. Ara neyron sinirin yaranmasında iştirak etmir. Sinir düyünlərinin yaranmasını aşağıda verilənlərdən hansı ilə əlaqələndirmək olar? Sinir düyünü mərkəzi sinir sistemindən kənarda yerləşən, yəni periferik hissədə yerləşən hissi neyronların cisimlərindən təşkil olunmuşdur. Refleks kursunda bunu izah etmişik. 6-ya baxırıq. Aşağıda verilənlərdən hansını onurğa beyninin şöbələrinə aid etmək olmaz? Onurğa beyninə elə onurğanın şöbələri kimi yadda saxlasaz, boyun, bel, döş, oma şöbələri aiddir. Körpü isə aiddir baş beyinə. Baş beynin hansı şöbəsi təfəkkürü təmin edir? Yarımkürələrdir bu. Bir dəqiqə işarə eləyək. Ümumiyyətlə, yarımkürələrlə insanın təfəkkürüdür, nitqidir və s. bunları əlaqələndirə bilərsiniz. 8-də soruşur, baş beyin qabığında hansı paylar vardır? Baxaq, A variantında alın payı, təpə payı, ensə payı, gicgah payı. Elə bu uyğun cavabdır. Alın payında yerləşir iradi hərəkətlər, təpədə dəri əzələ, ənsədə görmə, gicgahda isə eşitmə mərkəzi. İndi gəlin baxaq, paylarını soruşdu bizdən. 9-a baxırıq. İnsanın baş beyin qabığının hansı nahiyələri vardır? Deməli, bayaq dediyimizi bununla əlaqələndirdik. Dedik ki, ənsədə görmədir, gicgahda eşitmə nahiyəsi, təpədə dəri əzələ hissiyatı, hərəki burada qeyd olunub, alında iradə hərəkətlər, hərəki nahiyəsi yəni, həmçinin dad və qoxu mərkəzi də gicgah və alın paylarının daxili tərəfində müvafiq olaraq yerləşir. Birində dad bilmə və qoxu mərkəzləri. İndi isə keçək 10-cu suala. Baş beynin hansı şöbələrində əzələ tonusunu təmin edən nüvələr yerləşir? Əzələ tonusunu, skelet əzələlərinin gərginliyini, tonusunu təmin edən orta beyindir. Cavab olacaq B variantı. İnsan orqanizmində neçə qrup sinir toxuması var? Sinir toxuması bir qrup, bir növdür. 12-də deyir, insanda maddələrin mübadiləsini, emosiyaları və bədən temperaturunu tənzimləyən, bu isə ara beyindir. Əzbər bilməlisiniz bunları. 13-ə baxıram, onurğa beyninin davamı olub, onu baş beyinlə əlaqələndirir. Bunu yaza bilmək üçün mən deyirəm ki, şəklə diqqət eləməliyik, hansı ki, baş beynin şöbələri verilib. Orada ən aşağı hissədə, baş beynin ən aşağı hissəsində uzunsol beyni rahatlıqla görmək olur ki, baş beynin başlanğıc hissəsidir. Demək, bunu onurğa beyninin davamı kimi götürə bilərik və onurğa beynini baş beyinlə əlaqələndirən hissədir. 14-ə baxırıq. Onurğa beyninin neçə şöbəsindən simpatik sinirlər çıxır? Onurğa beynində döş və bel şöbələrindən müvafiq olaraq simpatik sinirlər çıxır. B olacaq cavab. Parasimpatik isə yalnız bir şöbəsindən çıxır.
oma şöbəsindən, digəri isə yuxarıdan. İndi birazdan bunu izah edəcəm. Sinir sisteminin periferik şöbəsinə aiddir. Sinirlər və sinir düyünləri. İnsanda baş beynin nitqlə bağlı şöbəsi, bayaq dediyim kimi, yarımkürələr nitqdir, təfəkkürdür. Bunlar yarımkürələrlə əlaqəlidir. Həmçinin baxın, psixi proseslər yarımkürələr qabığı ilə əlaqəlidir. İnsanda skelet əzələlərinə daim sinir impulsları göndərən nüvələr yerləşir. Yenə orta beyində skelet əzələlərini işini təmin edən orta beyindir. Baxırıq indi 19-cu suala. 19-cu sualda soruşur, cinsiyyət və ifrazat sistemlərinin fəaliyyətini tənzimləyir. Burada yalnız baş beyin deyir, yalnız onurğa beyni, yalnız somatik, yalnız simpatik şöbə yanlışdır. Cinsiyyət və ifrazat sistemlərinin işi həm onurğa beyni, həm baş beyinlə tənzimlənir. Demək, ikisi bir yerdə mərkəzi sinir sistemi kimi adlandıra bilərik. Sinir sistemi xəstəliyini meningit götürəcəksiniz burada və bilirik ki, meningit həm bakteriyalar, həm də viruslar tərəfindən törədilən bir sinir sistemi xəstəliyidir və beyin qişalarının iltihablanması deməkdir. Həmçinin burada poliomieliti görürük. Poliomielitin törədicisi viruslardır. Uşaq iflisdə deyirik poliomielitə və bu zaman onurğa beyninin hərəkə yolları zədələnir. Hansı xəstəlik zamanı sinir sisteminin oyanma qabiliyyəti güclənir? Hansı xəstəlik zamanı sinir sisteminin oyanma qabiliyyəti zəifləyir? Vəzilər mövzusunda, vəzilərin hiperhipofunksiyası nəticəsində yaranan xəstəliklərdə biz bu xəstəlikləri demişdik. Demişdik ki, Bazitov xəstəliyində sinir sisteminin oyanıqlığı həddən artıq artır. Meningit xəstəliyində, üzr istəyirəm, miksedemada isə bunun əksinə azalır. 24-də baxırıq. İnsanda tənəffüs sisteminin fəaliyyətini tənzimləyən mərkəz həzm, tənəffüs, qan damar, bunlar uzunsov beyindədir. 25-də soruşur, insan orqanizmində neçə növ neyronun cismi bütövlükdə mərkəzi sinir sistemində yerləşmir. Bunu yaza bilmək üçün mən deyirəm ki, mənim kanalımda olan refleks qövsü videosuna baxasınız. Çünki orada mən refleks qövsünü, hansı neyronun hansı hissəsi harada yerləşir, onu tam ətraflı izah eləmişəm. Biz orada görürük ki, refleks qövsünün ikinci hissəsində hissi neyronun dendriti və cismi mərkəzi sinir sistemindən kənardadır və sinir düyünlərini əmələ gətirir. Aksonun bir hissəsi daxil olur. Deməli, hissi neyronun cismini götürəcəksiniz mərkəzi sinir sistemindən kənarda. Ara neyron isə əksinə cismi və çıxıntıları mərkəzi sinir sistemindən kənara çıxmayan neyrondur. Onu götürməyəcəyik. Hərəki neyronun da həmçinin dendriti və cismi mərkəzi sinir sistemindədir. Aksonun bir hissəsi isə mərkəzi sinir sistemindən kənarda. Demək ki, burada yalnız hissi neyronu götürəcəksiniz. Y variantı. Bəs insan orqanizmində deyir, neçə neyron növü mərkəzi sinir sistemindən kənara çıxmır? Yalnız biri, ara neyronun nə cismi, nə çıxıntıları mərkəzi sinir sistemindən kənara çıxmır. Meningit baş beynin xəstəliyidir. 28-ə baxırıq, poliomiyelit isə onurğa beyninin hərəkə yollarını zədələyir. Ümumilikdə mərkəzi sinir sisteminin xəstəliyi hesab olunur. Ümumi fəaliyyətini tənzim edən, ürəyin fəaliyyətini tənzim edən mərkəz qan damar sistemi ilə bağlıdır və uzunsov beyinə aiddir burada. Davam edirik 30-cu sualdan. İnsanda ağciyərlərin işinin tənzimlənməsində onurğa beyninin hansı şöbəsindən çıxan simpatik sinirlər iştirak edir? Simpatik sinirlər çıxır döş və beldən. Ağciyərlərə gələn döş boşluğu ilə əlaqədar döş şöbəsindən gələn simpatik sinirlərdir. 31-ə baxırıq. Baş beynin hansı şöbəsinin səthi boz maddədən təşkil olunmuşdur? Bura aiddir yarımkürələr. Yarımkürələrin üzəri boz maddədən təşkil olunmuş bir qabıqla örtülmüşdür. Qabığın altında da ağ maddə vardır. Ara neyronlar sinir sisteminin hansı şöbə və ya hissələrində yerləşir? Ara neyron yalnız mərkəzi sinir sistemində yerləşir. Yəni baş beyin və onurğa beynini götürə bilərik burada. Virus infeksiyalarından hansı onurğa beyninin hərəkə neyronlarının dağılmasına səbəb olur? Poliomiyelit. Təkrar sualların üstündə çox dayanmıram. Onurğa beyni kanalı onurğa beyni daxilində bilavasitə nə ilə əhatə olunmuşdur? Onurğa beyninin quruluşunu deyəndə biz belə deyirik.
Boz maddədən təşkil olunmuş kəpənək və ətrafında da onun ağ maddə yerləşir. Yəni onurğa beyni kanalında deyəcəksiniz boz maddə. Tam belə mərkəzi kanalın belə deyək içərisində onurğa beynidir, ətrafında isə boz maddədir, kəpənək formalı. Onun ətrafında isə ağ maddə. Şəkil kimi yadda saxlamağınız üçün deyirəm. Eşitmə nahiyəsi böyük yarımkürələrin hansı payında yerləşir? Payları müvafiq olaraq əzbərləyirik. Ön hissədə burada alın payını göstərir, burada təpə payını, burada ənsə payını. Bu hissədə isə gicgah payını göstərir. Ənsəni həmişə qarışdırır uşaqlar bu hissə ilə, amma bura beyinciyi göstərir həmişə. İndi eşitmə isə gicgahda yerləşir. Demək bura aiddir. Bir gicgah. C variantı. 36-ya baxırıq. Burada isə düzgün verilmiş formasını istəyir. 1 olmalıdır gicgah. 2 olmalıdır alın, 3 olmalıdır təpə, 4 isə ənsə. A variantı tamamilə doğru göstərilmişdir. 37-ci suala baxırıq. Hərəki sinir lifləri nədən təşkil olunmuşdur? Hərəki sinir, hərəki neyronun uzun çıxıntısından, hissi sinir isə hissi neyronun uzun çıxıntısından təşkil olunmuşdur. Yəni, hərəki neyronun uzun çıxıntısı dedikdə aksonu nəzərdə tutulur. Onurğa beyninin neçə şöbəsindən parasimpatik sinirlər çıxır? Simpatik dedik ki, 2 şöbəsindən, parasimpatik isə 1 şöbəsindən çıxacaq. Parasimpatik sinirin digər mərkəzi isə baş beyin kötüyündə yerləşir. Baş beyin kötüyü onurğa beyninə aid olmadığına görə burada mən təkcə 1, yəni omanı götürəcəm. Aydın oldu mu? 39-a baxırıq. İnsanda böyük yarımkürələr beynin hansı şöbələrini üzərini bütövlükdə örtür? Həmişə bunu biz Azərbaycan ordusu sözündən yadda saxlayırıq. A, O. Ara beyin və orta beyin kimi yadda saxlaya bilərsiniz. 40-cı sualda deyir, insanın böyük yarımkürələr qabığının hərəkət nahiyəsi ilə hansı hərəkətlər təmin olunur? Dedik ki, alında yerləşir və bu iradi hərəkətlərdir. Deməli, yalnız iradi hərəkətləri götürəcəksiniz. 41-ə baxırıq. İnsanda baş beynin sağ hissəsindən neçə kəllə beyin siniri çıxır? Ümumilikdə baş beyindən 12 cüt, yəni 24 ədəd çıxırsa, sağ hissəsindən dedikdə yarıya bölürəm, yarısını, yəni 12-ni götürürəm. 42-ci sualda deyir ki, yarımkürələr qabığının 40 min neyronu ətrafında neçə peyk hüceyrəsi yerləşir? Bu rəqəmi vururuq ona, cavab olur 400 min. Deyirik ki, neyron əgər x qədərdirsə, peyk hüceyrəsi 10x qədərdir. Peyk hüceyrəsi neyronlardan sayca 10 dəfə artıq olur. Cavab olacaq A variantı. 43-cü sualda isə ümumilikdə sinir toxumasında olan hüceyrə sayını verib və neyronları soruşur. Belə qeyd edirəm, yazıram x qədər neyron, 10x qədər isə peyk hüceyrəsi olur. Hamısı bir yerdə, yəni 11x bərabərdir 4400-ə, x bərabər olur 400-ə. X də zaten neyronun sayıdır. Burada 400 neyron, 4000 peyk hüceyrəsi var. Cəmi 4400 hüceyrə olacaq. 44-cü suala baxıram. İnsanda mərkəzi sinir sistemindən neçə cüt sinir çıxır? 31 cüt onurğa beynindən, 12 cüt baş beyindən, cəmi 43 cüt. Cütlə soruşduğu üçün elə cavabı 43 götürürəm. Ədədlə desəydi 86 götürərdim. Parasimpatik sinirlər mərkəzi sinir sisteminin hansı şöbəsindən çıxır? Deməli, baş beyində beyin kötüyündən, onurğa beyninin isə oma şöbəsindən. Görək hansı variant uyğundur? Elə A variantı düzgündür. Simpatik isə yalnız onurğa beyninin döş və bel şöbəsindən çıxacaq. Gəlin baxaq. C variantı. 47-yə baxırıq. Ürəyin işini idarə edən simpatik sinirlər. Simpatiki soruşanda tez yazıram. Döş, bel. Ürək dedikdə döş boşluğunda yerləşir. Deməli, bu döş şöbəsindən gələn simpatik sinirlərlə innervasiya olunacaq. Cavab olur Y variantı. 48-ə baxırıq. Sinir hissəsinin fəaliyyətini tənzimləyən parasimpatik sinirlər mərkəzi sinir sisteminin hansı şöbəsindən çıxır? Parasimpatiki soruşanda da bir yazın kötük, bir də yazın oma.
Yadda saxlayırıq. Sidik hissəsidir, düz bağırsaqdır, cinsiyyət orqanlarıdır. Bunların işini tənzimləyən parasimpatik sinirlər omadan çıxır. Qalanlar kötükdən. İndi omanı götürə bilərəm. Cavab D variantı olur. 49-a baxıram, 50-dən 49-a. İnsanda baş beynin sol yarımkürəsi qabığında minimum neçə neyron var? Ümumilikdə 12-18 milyard neyron var yarımkürələr qabığında. Sol yarım minimum dediyinə görə 12 ilə hesablayacağım. Sol hissəsini soruşduğuna görə də A2-yə böləcəm. Cavab olacaq 6. Y variantı. 50-yə baxırıq. Poliomiyelit təkrar sualdır yenə. Poliomiyelit haqqında doğru olmayan ifadə. Poliomiyelit infeksiyon xəstəlikdir və viruslar tərəfindən törədilir. Doğrudur. B variantı. Bəzi əzələ qruplarının yığılma qabiliyyəti itir, uşaq iflici adlanır, tamamilə doğrudur və onurğa beyninin hərəkə neyronlarını dağıdır. İlk növbədə baş beynin aparıcı yollarını zədələyir, yanlışdır. Hərəkə neyronların cismi yerləşir. Hərəkə neyronların cismini refleks qövsündə çəkəndə demişdik ki, bax, hissinin aksonu buradaydı, ara neyron bütövlükdə buradaydı, hərəkinin də dendriti burada, hərəkinin cismi də burada, aksonun bir hissəsi içəridə, bir hissəsi çöldə. Cismi gördüyünüz kimi mərkəzi sinir sistemində yerləşir. Yəni, mərkəzi sinir sisteminin həmən bu boz maddəsində yerləşir. 53-ə baxırıq. Hissi neyronların cismi isə mərkəzi sinir sistemindən xaricdədir və sinir düyünlərini əmələ gətirmişdir. Sinir impulsunun normada bir neyrondan digər neyrona ötürülməsinin doğru istiqaməti. Neyrondan neyrona dedikdə, neyron daxilində ötürülmə belədir. Dendrit, cisim, akson. Yanında da bir dənə neyron yazıram. Dendrit, cisim, akson. Neyrondan neyrona ötürülmə baxın, akson dendrit şəklində olmalıdır. D variantı. 55-ə baxaq indi də. İnsanda böyük yarımkürələr tam üzərini örtmür. Ara və orta beynin üzərini örtür. Orta, ara, ara, ara. Cavab olacaq A variantı. 56-cı sualda deyir, baş beynin sol hissəsindən neçə kəllə beyin siniri çıxır? Təkrar eləyirik. Baş beyindən çıxır 24 sinir, yəni 12 cüt. Sol dediyinə görə yarıya bölürük. Cavab olur 12. Cavab oldu. Burada Y variantı. 57-ci sualda ümumi nə qədər sinir çıxdığını deyir. Baş beyindən 24, onurğa beynindən 62, 31 cüt 62 ədəd, cəmi 86. A variantı. 58-ci suala baxırıq. İnsan səsi yaxşı eşidir, lakin onun hansı tərəfdən gəldiyini təyin edə bilmir. Demək ki, bunun orta beyni zədələnmişdir. Çünki belə deyək də, işıq və səs qıcıqlarına qarşı səmt refleksini tənzimləyən orta beyindir. Mən səsin hardan gəldiyini tam təyin edə bilmirəmsə, demək məndə orta beyin zədələnib. 59-cu sualda sinir sistemində sinir impulslarının bilavasitə ötürülməsi mümkündür deyir. Ardıcıllıq ümumiyyətlə belədir. Hissi neyron gətirir mərkəzə, ara neyrondan keçir hərəkə neyrona. Hissiyə də reseptor var. Reseptordan hissiyə, hissidən ara, hərəki, sonra da işçi orqana gəlir. Soruşur, hissi neyrondan ara neyrona. Tamamilə doğrudur. Görürsünüz, hissidən araya gəlib. Ara neyrondan əzəliyə mümkün deyil. Mümkün olanı soruşur. Cavab A-dır. Digərlərinə yenə də baxaq. Hərəkidən ara neyrona, aradan hərəkiyə gedə bilər. Hərəkidən araya yox, tərs istiqamətdir. Hərəkidən hissiyə, xeyr. Amma hissidən hərəkiyə ola bilər sadə reflekslərdə ara neyron iştirak etmədiyinə görə. Hissi neyronlardan əzələyə yanlışdır. Hissi neyron əzəliyə gedən hərəkə neyrondur. Yəni işçi orqana gedən hərəkə neyrondur. Burada oldu cavab A variantı. 60-cı sualda soruşur ki, refleks qövsləri orta beyindən keçir. Deməli, işıq və səs qıcıqlarına qarşı səmt refleksi dedik. Deməli, görməni səmtləşdirən və eşitməni səmtləşdirən reflekslər. Askırma, öskürmə, müdafiə reflekslərinin mərkəzi uzunsov beyindir. Çeynəmədir, mimiki əzələlərdir. Bunlar isə körpüdə yerləşirlər. 61-ci suala keçirik. İnsanda göz bəbəyini genişləndirən avtonom şöbə sinirlərinin fəaliyyətinə aiddir. Əzbərləyirik. Simpatik sinir,
Bunu biz boğazımızda balıq sümüyü qalması misalından demişdik. Boğazımızda balığı sümüyü qaldı. Nə olur? Avtomatik olaraq ürək döyüntülərimiz sürətlənir, həyəcanlanırıq. Və bir anlıq bu yemək iştahımız yox olur. Yəni mədə bağırsağın işi zəifləyir deyirik. Və göz bəbəyi isə genəlir. Axı həyəcanlanan zaman göz bəbəyi genəlir. Və indi bağırsağın işlə gücləndirir, yanlışdır. Mədənin ifrazını artırır, yanlışdır. Nəbz vurğularının sayını artırır, tamamilə doğrudur. Ürək siklinin müddətini də artırmır, əksinə azaldır. Çünki biz deyirik ki, ürək siklinin müddəti, ürək siklinin, yəni nəbz vurğularının sayı ilə tərs mütənasib asılıdır. İndi burada nəbz vurğularının sayı artacağı üçün avtomatik ürək siklinin müddəti azalacaq. Tərs mütənasib asılıdır axı. Daxili orqanların qan damarlarını genişləndirmək xeyr, əksinə daraldacaqdır. Cavab olur burada C variantı. 62-yə baxırıq. İnsanda baş beynin boz maddəsinin əmələ gəlməsində yalnız 2 növ neyronun cisimləri iştirak edir. Çünki bayaq çəkmişdim, bir də çəkirəm. Bura hissinin aksonu daxil olduğu mərkəzə. Ara neyron zaten buradadır. Hərəkinin də dendriti, cismin və aksonunun bir hissəsi buradadır. Gördüyünüz kimi hissinin təkcə aksonu daxil oldu mərkəzi sinir sisteminə. Hissi neyronun cismi burada mərkəzi sinir sistemindən kənarda düyün əmələ gətirib, sinir düyünlərini əmələ gətirib. Deməli, ara neyronun və hərəki neyronun cismi, yəni 2 növ neyronun cismi baş beyində boz maddəni əmələ gətirdi. Amma deməli, hissi neyronun cisimləri B variantı uyğundur. Hissi neyronun cisimləri mərkəzi sinir sistemindən kənarda sinir düyünlərini əmələ gətirdiyinə görə mərkəzdə boz maddənin yaranmasında iştirak etmir. 63-cü suala baxıram. Eyler-Beyin diaqramını düzgün doldurun deyir. Onurğa beyni və baş beyni ilə əlaqəli olan. İkisi deyir ki, beyincik bu şöbəyə aiddir, yanlışdır. Beyincik baş beynin şöbəsidir. 12 cüt sinir onurğa beynindən çıxmır, yanlışdır. C-də reflektor və ötürücü funksiyası var. Bəli, onurğa beyninin reflektor və ötürücü funksiyası var. Baş beyindən deyir 31 cüt sinir çıxır, yanlışdır. X-a baxırıq, 31 cüt qarışıq sinir çıxır, doğrudur. Y-də baş beyindən 12 cüt sinir çıxır, doğrudur. Z ortaq xüsusiyyət olaraq bildirib ki, mərkəzi sinir sisteminin orqanıdır, tamamilə doğrudur. Həm baş beyin, həm onurğa beyin mərkəzi sinir sisteminin orqanıdır. 64-cü suala baxırıq. İnsanda hərəki neyronların aksonları nə üçün boz maddənin əmələ gəlməsində iştirak etmir? Bayaq çəkdiyimiz şəklə baxın. Akson mərkəzdə yerləşir bir hissəsi, amma onun üzəri miyelin qatı ilə örtüldüyünə görə o ağ maddənin əmələ gəlməsində iştirak edir. Aydındır mı? Akson Davam edirik 65-ci sualdan. Soruşur ki, baş beynin rəqəmlə göstərilmiş hissələrinin funksiyaları haqqında səhv ifadəni seçin. Hərəki nahiyə yerləşir, bir də hərəki nahiyə yerləşir. Bir də görürsünüz bizə alını göstərir. Bəli, alında iradə hərəkətlərimiz yerləşir. 2-də deyir ki, bütün hissi sinirlərin keçdiyi hissədir. Yəqin ki, burada ara beyin işarə olunub. Ara beyində də qoxudan başqa bütün hiss impulslar bu ara beynin görmə qabarlarından, talamusdan keçib yarımkürələrə gedir. Amma burada bütün hissi impulslar dediyinə görə yanlışdır. 3-də deyir ki, mimiki əzələləri hərəkət etdirən sinirlər yerləşir. Baxın burada beyin körpüsünü göstərib, mimiki əzələlərin hərəkəti də beyin körpüsündə tənzimlənir. 4-də deyir, emosiyalar tənzimlənir, uzunsol beyni göstərib, amma emosiyalar burada deyil, yanlışdır. Sonra hansı qaldı? 6-da, 5-də deyir, görmə mərkəzi yerləşir. Görmə mərkəzi bura ənsəni işarə etməlidir. Burada isə beyinciyi işarə edib. Beyincik iradə hərəkətlər, beyincik ümumiyyətlə müvazinətimizi, hərəkətimizi təmin edir. İndi səhv cavabları istəyirsə 2, 4 və 5-i götürəcəyik. 66-ya baxırıq. Verilənlərə əsasən doğru bəndi müəyyən edin. Mərkəzi sinir sistemi və periferik sinirə aid olanları istəyir. Mərkəzi sinir sistemindən baş beyin və onurğa beyinə aiddir. Yəni 1 və 5, həmçinin baş beyin şöbəsi olan ara beyin 1, 5, 6 olacaq.
Periferik sinir sisteminə isə sinirlər, sinir düyünləri, yəni uyğun olaraq sinir düyünlərini götürəcəyik. Simpatik və avtonom sinir sistemi 2, 3, 4 burada olacaq C variantı. 67-ci suala baxırıq. Sinir impulslarının getdiyi yollarla bağlı yanlış olanı müəyyən edin. Şəkildə bizə refleks qövsü göstərilib. Birinci reseptordur, 2 hissi yoldur. 3 mərkəzi sinir sistemidir, 4 hərəki yoldur, 5 isə işçi orqandır. Verilənlərə baxırıq. Birinci deyir ki, görmə reseptorları ola bilər. Bəli, hər hansısa bir reseptor refleks qövsünün birinci hissəsini əmələ gətirir. İkincisi deyir ki, 5 eşitmə reseptorları ola bilər. Xeyr, 5 işçi orqan olmalıdır, hər hansısa bir orqan. Üçüncüsü deyir ki, 4 hissi sinir lifi ola bilər. Xeyr, hərəkiyə aiddir. 4-də deyir, 3 hissi neyronların cismi ola bilər. Bu da yanlışdır. 3-lə mərkəzi sinir sistemi göstərilib. 3 hissi neyronun cismi deyil. 5-də isə deyir ki, 2 sinir düyünləri ola bilər. Tamamilə doğrudur. Mərkəzi sinir sistemindən kənarda yerləşən sinir düyünləri hissi neyronların cisimləri ilə əmələ gəlir. Yanlış olanları istəyir bizdən. Cavab olur 2, 3 və 4. Baxırıq 68-ci suala. İnsanın üzündə emosiyaların əmələ gəlməsini təmin edən əzələlərin sinir mərkəzləri baş beynin hansı şöbəsində yerləşir? Bizim üzümüzdə emosiyanı yaradan mimika əzələlərimizdir. Mimika əzələlər də çeynəmə əzələləridir, mimika əzələlərdir. Bunlar baxın tam burada körpüdə, beyin körpüsündə yerləşirlər. Cavab oldu A variantı. 69-a baxırıq. Onurğa beyninin oma şöbəsinin zədələnməsi nəyə gətirib çıxarır? Oma deyən kimi avtomatik ağlımıza parasimpatik sinirlər gəlir. Parasimpatik sinirlər və hansı ki vegetativ sinir sisteminin şöbəsidir. Simpatik, parasimpatik. Deməli, əgər oma şöbəsi zədələnərsə, bu bir yerdə parasimpatik sinirlərin zədələnməsinə səbəb olacaq. Baxın, məsələn, A variantında yazıb simpatik, yanlışdır. B-də yazıb simpatik, yanlışdır. D-də yazıb simpatik, yanlışdır. C və Y-yə baxırıq. Oma şöbəsi dedikdə də, bayaq dediyim kimi, sidikifrazat, məsələn, götürək burada sidik hissəsi, cinsiyyət sistemi orqanının işinin parasimpatik tənzimin pozulmasına səbəb olacaq. 70-ə baxırıq. İnsanda onurğa beyninin boz maddəsinin əmələ gəlməsində yalnız 2 növ neyronun cisimləri iştirak edir. Bayaqki sualın təkrarıdır, çünki hissi neyronun cisimləri mərkəzi sinir sistemindən kənarda sinir düyünlərində yerləşir. Cavab oldu D variantı. Keçirik 71-ci suala. Şəklə əsasən insanda simpatik və parasimpatik şöbələr və onların təsir etdikləri orqanlar arasında uyğunluğu müəyyən edin. Hər bir orqana müvafiq olaraq sinirin hardan gəldiyini tapmalıyıq. Baxın, birincidə bizə göstərib şəkildə kötüyü, baş beyin kötüyü, 2 döş şöbəsidir, 3 isə bel şöbəsidir, 4-də oma. Əvvəlcə ürəyə deyək. Ürəyə simpatik döş şöbəsindən gələcək, parasimpatik isə beyin kötüyündən. Böyrəyə də parasimpatik beyin kötüyündən gələcək. Çünki mən oma şöbəsindən gələnlərin içində böyrək demədim. Böyrəyə parasimpatik kötükdən gəlir. Simpatik isə bir dəqiqə yaza bilmədim. Simpatik isə gələcək 3-dən. İndi 1 yazmalıydım burada, üzr istəyirəm. 3 yazdıq. Son olaraq Y-ə cinsiyyət orqanlarının parasimpatika, baxın, bu 4-dən gələcək. Simpatika isə 3-dən, yəni B şöbəsindən. 2, 1, 3, 4 və 3, 1 seçməliyik. B variantı bura uyğundur. 72-yə baxırıq. P hüceyrələrinin yerinə yetirmədiyi funksiyalar. P hüceyrələrinin funksiyalarına G, D deyirik. Neyronların qidalandırıcı, dayaq funksiyasını yetirən və qoruyucu hüceyrələri 1, 2, 3 burada olacaq. Yerinə yetirmədiyi funksiyalar isə 4 və 5-dir. 73-də P hüceyrələri neyronlar üçün hansı funksiyaları yerinə yetirir deyir? Qidalandırıcı, dayaq funksiyası və müdafiə, yəni qoruyucu. 74-də baxırıq. Ara neyronlar yerləşir yalnız mərkəzi sinir sistemində, yəni baş beyin və onurğa beynində 1 və 2.
5-ci suala keçirik. Eyler-Venn diaqramına əsasən X-i müəyyən edin. Hər iki neyron üçün ortaq olan xüsusiyyəti seçməliyik. Birinci deyir ki, dendritə malikdir. Hər üçünün dendriti də var, cismi də var, aksonu da var. Baxın, məsələn, burada yazıb dendritə malikdir, aksona malikdir, cismə malikdir. 1, 4, 6 zaten ortaqdır. İmpulsları mərkəzi sinir sistemindən əzəliyə ötürən hərəki neyrondur. Hissi neyron reseptordan mərkəzə aparır. Hərəki neyron isə mərkəzdən işçi orqana aparır. Cismi sinir düyünündə yerləşir, hissi neyrona aiddir. İmpulsları mərkəzi sinir sisteminə ötürür, yenə hissi neyrona aiddir. 76-cı suala baxıram. Qrafikdə X-in yerinə verilənlərdən hansıları yaza bilərik? Sonra deyir ki, sağlam insanda parasimpatik sinirlərlə ötürülən oyanmalar və əyri xətt verib, yəni zəifləyərsə demək istəyir. Gəlin əvvəlcə deyək ki, parasimpatik bu aşağıda verilənlərə necə təsir göstərir? Parasimpatik simpatiklə antagonist, yəni əks təsir göstərir. Bir-birinin tam tərsini eləyirlər. Əgər simpatik ürək sikllarının sayını artırırsa, parasimpatik azaldır. Yəni nəbz vurullarının sayını azaldır. Buna uyğun olaraq ürək siklinin müddəti də artır. Göz və bəynin diametrini zəiflədir, çünki simpatik genişləndirirdi. Mədə əzələlərinin hərəkətini isə artırır. İndi bu zəifləsə, daha doğrusu demək istəyir ki, parasimpatik hansılara belə deyək də azaldır, hansıların işinə belə deyək bu xəttdəki kimi azaldır. Ora uyğun olacaq 2, 3 və 4. İndi gəlin baxaq. 77-yə insanın 320 peyk hüceyrəsi olan sinir toxumasında nə qədər neyron var? Neyronların sayı peyk hüceyrələrinin sayından 10 dəfə azdır. 32 ədəd neyron var burada. 78-ci sualda bizə peyk hüceyrələrinin sayını verib, ümumilikdə sinir toxumasında olan hüceyrələrin sayını istəyir. Peyk hüceyrələrinin sayından 10 dəfə az, yəni 444 ədəd neyron var burada. Sinir toxuması hüceyrələrini tapanda da neyronlarla peyk hüceyrələrini toplayırıq. Olur 4884 ədəd. Ümumilikdə də bizə burada 4884 hüceyrə verib və neyron sayını soruşur. Deyirik ki, sinir toxuması bərabərdir neyron üstəgəl peyk hüceyrəsi. Neyrona x deyərəm, peyk hüceyrəsinə 10x deyərəm. Sinir toxumasında cəmi 11x qədər hüceyrə olar. 11x bərabərdirsə 4884-ə, x bərabərdir 444-ə. Və salam, cavab olur 444. 80-ci sualda onurğa beyninin simpatik sinirlər çıxan şöbələrinin sayı parasimpatik və simpatik sinirlər çıxan şöbələrinin sayının hansı hissəsini təşkil edir? Faizlə bunu soruşur bizdən. Simpatikdən çıxdığı şöbə döş və beldir. Parasimpatik və simpatik çıxan dedikdə döş, bel və omadır. 2, 3-ün hansı hissəsini təşkil edir? Bunu tapmalıyıq. Kalkulatorla bölək. 66 tam nə qədər eləməlidir? Təqribi alırıq. Cavabı 66,6 faiz. Davam eləyək. 81-ci suala. Cədvələ əsasən A, B, C, D-ni müəyyən edin deyir. Neyronların sayı 8 ədəddirsə, peyk hüceyrəsi bundan 10 dəfə artıq 80 ədəd olacaq. Sinir toxumasında da ümumi 88 ədəd. Burada sinir toxuması hüceyrələrini 2B verib, yəni 2 vur 88, 176-dırsa, neyrona da burada X peyk hüceyrəsinə 10X deyərəm. 11X və bu hissəyə baxırıq, ikinci sətirə. 11X bərabərdirsə 176-ya, bu 16-ya bərabər olur, yəni neyron. Peyk hüceyrəsi isə 160-a. A, B, C, D-nin cəmini tapanda 80 üstəgəl 88, üstəgəl 160, üstəgəl 16 yazarım. İndi bunu hesablamaq lazımdır. Bir dəqiqə 80 üstəgəl 88, üstəgəl 160, üstəgəl 16. Cavab olur 344. Baxırıq 82-ci sualımızda. Yenə burada
neyronların sayını verib, cinsiyyət xromosomlarının sayını verib və autosom xromosomların sayını verir. Y-də isə yenə neyron Y neyronundakı autosom xromosomlarının sayını verib, cinsiyyət xromosomlarının sayını soruşur. Neyron bədən hüceyrəsidir. Yəni burada xromosom 46-ya bərabərdir. Hansı ki bunun ikisi cinsidir. 44-ü autosomdur. Bir neyronda əgər 44 autosom varsa, mən ümumi autosom xromosom sayını 44-də bölərəm, taparam 50. Yəni burada 50 dənə neyron var. 50 neyronun hər birində də 2 cinsiyyət xromosomu var. Baxın, 2N demirik, deyirik həmişə N-in yanındakı qədər, yəni 2 ədəd cinsiyyət xromosomu var burada. Y neyron üçün də eyni hesablamanı aparıram. 44-də bölürəm, tapıram ki, burada 40 qədər neyron var və hər bir neyronda da 2 cinsiyyət xromosomu, cəmi 80 cinsiyyət xromosomu. A və B-nin fərqi deyəndə də 100-dən 80-i çıxıram və cavabı 20 tapıram. 83-ə də baxaq, yenə qaranlıq bir şəkil. 1 və 2 ilə bağlı uyğunluğu müəyyən etməyimizi istəyir. Bir dəqiqə topludan baxaq, şəklə görə nə istəyir bizdən. Şəkildə bir nə göstərib, ara beyni, 2 ilə də orta beyni göstərib. Aha, gəlin yazaq. 1-ə ara beyin, 2-yə də orta beyin. Baxaq. Skelet əzələlərinin tonusunu tənzimləyir orta beyin. Bədən temperaturunu tənzimləyən ara beyindir. B gəldi bura. Asqırma, öskürmə mərkəzi uzunsov beyində burada verilməyib. İşıq və səsə qarşı səmt refleksi orta beyindədir. Çeynəmə və mimika əzələləri hərəkət etdirən mərkəz isə körpüdür. O da burada yoxdur. 1-də olacaq B, 2-də isə A və D olacaq. Bu qədər. Ümid edirəm ki, sizin üçün video faydalı olar. Videonu bəyənməyi, rəy yazmağı və dostlarınızla bölüşməyi unutmayın. Digər bölmələrin video izahından xəbərdar olmaq üçün də